Hər kəsə salam uşaqlar. Bu gün sizlə baxacağıq 6-cı sinif monitorinq suallarına. Deməli uşaqlar, hər il olduğu kimi bu il də Nazirlik tərəfindən monitorinqlər keçiriləcək və ona görə də istədim ki, monitorinq suallarını paylaşım ki, sizin üçün də faydalı olsun. Gəlin başlayaq uşaqlar birinci tapşırığımızdan. Deyir əküb 30-48. Əküb 30-48 və əbob 50-28 bölünsün. Əbob 50-28. Burası sığışdıra bilmədim. Deməli, əbob 50-28. Gəlin buna deyir ki, tapın. Gəlin tapaq uşaqlar. Əvvəlcə 30-48-i hesablamaq istəyirəm. Yazıram əküb 30-48. Uşaqlar, bu tip misallarda deməli mən nə edirəm, onu sizə deyim əvvəlcə. Bunlardan bir növ desəm, elə bilin, ortaq vuruq çıxartıram. Həm 30-a, həm 48-ə bölünən ədəd hansıdır? 6. 6-nı çıxartdım, nə qaldı? Əküb 36-ya böləndə 5, 48-i 6-ya böləndə 8. Deməli, oldu əküb 5, 8. 5 ilə 8-in əkübü nədir? Bilirik ki, qarşılıqlı sadə ədədlərin əkübü, deməli, onların hasilidir. Yəni, 5 ilə 8 də qarşılıqlı sadə olduğu üçün onların əkübü olacaq 40. 6-nı da 40-a vuranda 240. Bu oldu bizim əkübümüzün cavabı. Gördünüz, bu şəkildə nə asan tapılır. Keçdim indi əboba, əbob 50-28. 50 və 28. Buradan da 2-ni çıxara bilərəm. Mən istəyirəm ki, çıxarım. Elə birbaşa çıxarım. Yazım rahat olsun. 2 vurulsun. 25 və 14. Bunlar da qarşılıqlı sadə ədədlərdir. Bunların isə qarşılıqlı sadə ədədlərin əbobu 1 olduğu üçün bunlar da əbobu olacaq 1. Yəni 2 vurulsun 1 bərabərdir 2-yə. Bizdən nə istəyir uşaqlar burada? İstəyir ki, 240-ı bölək 2-yə. Yəni əkobun cavabını, bunun cavabını tapdıq. 240, bunun cavabını isə 2. Yazıram. 240 bölünsün 2 bərabərdir 120. Cavab oldu A bəndi. Sonra keçirəm uşaqlar ikinciyə. Bu şəkildə yazsaz daha rahat olar. Həm də vaxta qənaət etmiş olarsınız uşaqlar. Çünki bilirsiniz ki, orada o qədər də çox vaxt verilmir və sadə vuruqlarını ayırmaq, seçmək biraz vaxt itkisidir. Keçək ikinciyə uşaqlar. Deyir, əməlləri yerinə yetirin. Əməlləri yerinə yetirərkən nə etməliyik uşaqlar? Ortaq məxrəcə gətirməliyik. Yazıram misalı 3 tam 2-də 1 plus 6 tam 11-də 3 çıxılsın 1 tam 22-də 3 bərabərdir. Ortaq vuruğumuz 22-dir. Hamısını deməli 22-yə gətirməliyəm. 3 tam 22-də 11. Üstə gələk. 6 tam 22-də 6 çıxılsın 1 tam 22-də 3 bərabərdir. 3-ün üstünə 6 gələndə 9. Bir də çıxanda 8 tam. Məxrəc olduğu kimi qalır. 11-in üstünə 6, 17. 17-dən də 3-ün çıxanda 14. İxtisar aparsam 2-yə, burada qalacaq 7, burada 11 bərabərdir. 8 tam 11-də 7. Cavab oldu D bəndi. Sonra keçdim 3-cü tapşırığa uşaqlar. Deyir, tənasübü həll edin. Tənasüb nə idi uşaqlar? 8 bölünsün x bərabərdir 16 bölünsün 7. Yadımıza salaq, kənar hədlərin hasili ortadakıların hasilinə bərabərdir. Yazıram. 8 vuraq 17 bərabərdir x vuraq 16. X bərabərdir. Yadınızda saxlayın uşaqlar, həmişə məchul nədir burada? X-dir. Məchulun yanındakı düşür məxrəcə, qalan nə varsa çıxır surətə. 8 vurulsun 17. Yanındakı düşür məxrəcə, yerdə qalan nə varsa qalxır hamısı surətə. İxtisarımı apardım. Nə qaldı? 17 bölünsün 2. Bu deyiləcək 8 tam 5. Cavab oldu. Cavab burada yoxdur. Nəyə səhv yazmışam uşaqlar? Burada 17 deyil, 7-dir. Mən 17-ni hardan çıxartmışam? Üzrlü sayın uşaqlar, diqqətsizlik olub. 7 bölünsün 2. Cavab oldu 3 tam 5. Bəndə özüm sizə deyirəm, diqqətli olun. Özüm də burada diqqətsizlik eləyirəm. Deməli, gəldi uşaqlar 4-ə. Hesablayın, çox sadə bir sualdır uşaqlar. 0,6 üstə gələk 7 tam. 5-də 2 nədir uşaqlar? Yadımıza salaq. 0 tam 4. Ona görə yazıram 7 tam 4.
Toplayanda nə eləyəcək? 8 bu bəndi. Sonra və ya belə hesablamada çətinlik çəkirsinizsə, adi qaydada hesablayın. 10-da 6 üstə gərək 7 tam 5 deyir ki. Ortaq məxrəcimiz nədir uşaqlar? 10. 10-da 6 üstə gəlib bunu vururuq 2-yə. 7 tam 10-da 4. Bu da bərabərdir. 7 tam 10-da 10. 10-da 11 olduğu üçün avtomatik gəlir bunun üstünə. Bu da olacaq nə? 7 üstə gələk 1 bərabərdir 8. Cavab eynidir uşaqlar. Belə yazsaz qısa 3 saniyə vaxtınız alacaq. Belə yazsaz hardasa 3 dəqiqənizi. Sonra keçirəm 5-ə uşaqlar. 5-də də 128 ədədini 11 və 5 ədədləri ilə düz mütənasib hissələrə bölün. Gəlin bölün uşaqlar. Düz mütənasib hissəyə böləndə nə edirik? 11 x üstə gələk 5 x qayna da yaza bilərik. Bərabərdir 128-ə. Yanına bir dənə dəyişən artırırıq. Ürəyiniz nə istəyirsə bərabər eləyirik bölündüyü ədədə. 16x bərabərdir 128-ə. X də bərabərdir 128-i 16-ya böləndə 8 dəfə. İndi gəlin baxaq uşaqlar. İndi deyir hansı ədədlərlə düz mütənasib hissələrə bölünüb. Ədədimiz nədir? 11x və 5x. 11-i 5 8-ə vuranda eləyəcək 88 və 11-i 5-ə vuranda eləyəcək 55. Düz yazdım. Yox. 11-i niyə vurdum 5-ə? Deməli 5 11-ə. 5 x'imiz 8-dir. 5-i 8-ə. Bərabərdir 40. Cavabımız oldu 40 və 88. Cavab oldu D bəndi. Deməli uşaqlar bu da belə keçdik. Tapşırıq 6-ya. 6-da deyir hesablayın. Gəlin yazaq. 10-da 3 üstə gələk 8-də 3. Ortaq məxrəc 40-dır. Bunu vuraram 4-ə. Bunu vuraram 5-ə. Yazıram uşaqlar. 40-da 12 üstə gələk 40-da 15. Bərabərdir 40-da 27. 40-da 27 cavab olacaq bu bəndi. Sonra uşaqlar keçdim 7-yə. 7-də deyir ki, kəsirini bu kəsirə vurdu. Alınan ədədin yarısını tapdı. Mahir hansı nəticəni aldı? Gəlin baxaq uşaqlar. Kəsiri kəsirə vurub. Kəsirləri bilirik ki, bir-birinə vuranda nə etməliyik? Çevirməliyik düzgün olmayan kəsirə. 2 tam 6-da 1 də bərabərdir. 6-da 13. Bu belə, bu oldu bizim kəsirlərimiz. İndi bunları bir-birinə vurmalıyıq. Yazıram 13-də 14 vurulsun 6-da 13. 13-də ixtisar getdi. 14-dən 6 ixtisar getdi. Burada 3, burada 7. Bərabər oldu 3-də 7-yə. Bu bizim cavabımız. Sonra deyir ki, alınan ədədin yarısını tapdı Mahir. 3-də 7-nin yarısı nədir uşaqlar? Nə etməliyik yarısını tapmaq üçün? 2-yə bölməliyik. Bu da nə olacaq? 3-də 7 vurulsun. Birinci olduğu kimi qalır. İkincinin tərsinə çevirilir. 2-də 1 bərabərdir. 6-da 7. 6-da 7 cavab A bəndi. Sonra keçirik 8-ci suala. 8-də deyir ki, hesablayın. Yenə vurmadı uşaqlar. Yenə çevirməliyik düzgün olmayan kəsirlərə. Yazıram. 4-də deməli neçə idi? 8. 4-də 7. Vuraq 12. Vuraq 7-də 4. Vuraq 2-də 1. Vuraq 30. İxtisarlarımı aparıram. Baxın bunlar. Baxın bu 2 dənəsi. Necə ədədlərdir? Necə kəsirlərdir uşaqlar? Deməli, tərs ədədlərdir. Hasili 1-ə bərabər olan ədədlərə deyirik tərs ədədlər. Bunlar ixtisar gedir. Burada qalır 1. 12 ilə 2 ixtisar getdi. Burada qaldı 6. 6-nı da 30-a vuranda 180 cavab oldu C bəndi. Bu da belə. Sonra keçdik 9-a. 15 fəhlə deyil. Müəyyən işi 12 günə yerinə yetirir. 15 nəfər yerinə yetirir bir işi 12 günə. İndi deyir ki, 5 fəhlə həmin işi neçə günə yerinə yetirər? Burada nəyi tapmalıyıq uşaqlar? Düz mütənasibdir, yoxsa tərs mütənasibdir? Fəhlə, 5 fəhlə. İndi uşaqlar, sizdən bir sual verirəm. Biri var ki, bir tortu 1 nəfər bişirər, biri var 5 nəfər bişirər. Məsəl üçün, kremini hazırlamaq deyim, biskvitini hazırlamaq deyim. Sizcə hansında daha sürətli iş bitər? Əlbəttə ki, 5 nəfər olanda.
Yəni adamın sayı artdıqca, fəhlənin sayı artdıqca işin müddəti azalır. Biri artanda kəməklə, digəri azalırsa bu olur tərs mütənasiblik. Aha, indi gəlin tərs mütənasibliyi əsasən yazaq. Tərs mütənasib olanda nə edirdi uşaqlar? Düzünə vururduq. İndi sizə bir şey deyim uşaqlar. Fəhlənin sayı 3 dəfə görürsüz azalıb. Onda günümüzün də sayı 3 dəfə artmalıdır. Tərs mütənasibdə olmalıdır 36 gün. Və yaxud tərs mütənasib olanda necə vururduq? Qarşı-qarşıya yazıram. X bərabərdir 15 vuraq 12 bölünsün 5. Burada qaldı 3. 3 12'ye 36. Cavab oldu C bəndi. Bu da belə. 10. 15% 120 olan ədədi tapın. Aha, yazaq. 15% 120 olan ədəd özü nədir bəs? Bunun 100% nəyə bərabərdir? X yazıram. X bərabərdir 100 vurulsun 120 bölünsün 15. Aha. Deməli 5'ə böldüm. Elə uşaqlar. Burada qaldı 20. Burada qaldı 3. 120'ni 3'ə böldüm qaldı 40. 40'ı da 20'ye vurdum. 8, 100 cavab oldu. D bəndi. Bu da belə. Bunu da silirəm uşaqlar. Keçirəm tapşırıq 11'ə. Aha, ayaqqabının dev qiyməti 55 manatdan 77 manata qaldırıldı. Qiymət neçə faiz artdı? Uşaqlar 55 manat idi bu ayaqqabının qiyməti. Və bunu 55 manata satanda bu 100% idi. Sonra qiymətini qaldırıb qoydular 77 manata. 77 manata qaldıranda qiyməti faiz də təbii ki artdı. Bilmədik nə qədər artıb x olub. İndi yazıram. X bərabərdir 77 vurulsun 100 bölünsün 55. 11'ə bölsək burada qalacaq 7, burada qalacaq 5, burada 20. Bərabərdir 140%. İndi uşaqlar cavabı 140 götürmürük. Niyə? Heçərsən ki cavabda da yoxdur ki götürək. Bu 100% idi. İlkin qiymətimiz artdı oldu. Neçə faiz? 140%. Neçə faiz artdı uşaqlar? 40%. Cavab olacaq bu bəndi. Hani bu? Burada. Bu da belə. Keçək indi 12'yə görək 12'də nə deyir? Deyir ki 40%li 20 litr spirt məhluluna nə qədər su əlavə etmək lazımdır ki məhlul 10%li olsun. Aha, bir şey yadımızda saxlayırıq həmişə, hər zaman. Surətdə duzlu, spirtli, nə bilim bu şeylər yazılır. Məxrəsdə isə məhlulun kütləsi. Deməli duz və ya spirt. Məxrəsdə nə yazırıq uşaqlar? Məhlulu yazırıq. Sonra vururuq bunu 100%. Hər zaman bu şəkildə. Duzu bölürük məhlula. Bunu silirəm, yazıram. Bizim 40%li 20 litr məhlulumuz var. 40% nəyə göstərir? Duzun miqdarını. 20'ni vururam 40'a bölürəm 100'ə. Görək nə qədər duzumuz var əldə. Bərabərdir 8. Spirt deyim, mən də duz deyirəm. 8 litr spirtimiz var. Aha. Fərqi yoxdur. Ya duz olsun, spirt olsun. Əsas o cavabımız düz alınsın. 8 litr spirt var. Bunu yazdım bura. Bölürəm. Məhlulumuz nə qədərdir? 20 litr. İndi bizə deyir ki, nə qədər su əlavə etmək lazımdır. Su həmişə məxrəsdə olur. Üstə gələk. Suyun yerinə x yazıram. Vuraq 100% bərabərdir 10%li məhlula. İndi yazıram uşaqlar. Tənlik kimi həll edirəm. 800 bərabərdir 10 vuraq 20 plus x. Aha. 200 üstə gələk 10x bərabərdir 800'ə. 10x bərabərdir 600'ə. X bərabərdir 60'a. Cavab olacaq A bəndi. 60 litr. Sonra keçirəm uşaqlar tapşırıq 13'ə. Aha, keçdik indi uşaqlar 13'ə. 13'də bizə deyir ki, 16 ədədi 25'in neçə faizdir? Gəlin baxaq. Görək əvvəlcə 16 25'in hansı hissəsidir? 25'də 16. Sonra vuraq bunu 100%'ə. İxtisar aparaq, burada qalır 4 bərabərdir 64. Deməli 16 25'in 64%'ni təşkil eləyir D bəndi. Gördünüz uşaqlar, hələ ki sadə misallardır. Sadəcə olaraq imtahanda sadə misaldadır, amma belə əjdaha kimi görünür. 14'də deyir ki, turist yolun 11'də 3 hissəsini getdikdən sonra. Bu bizim olsun yolumuz. Bunun 11'də 3'ünü gedib. 11 yerine bir bölmüşük. Bunu elə təsəvvür edin. 11'də 3'ünü gedib. Neçəsi qalıb uşaqlar? 11'də 8'i.
Deyir ki, getdikdən sonra mənzilə çatmağa, bura olsun mənzilimiz, 56 kilometr məsafə qalıb. Yəni, bu 56 kilometr məsafə yolun 11/8 hissəsinə bərabərdir. Turist deyir neçə kilometr yol getmişdir. İndi uşaqlar bir şey deyim. Bu ümumi yolu işarə eləyək x-lə. Bu turist neyniyib? X-in elə bil 11/8-inə getsə 56 kilometr yol getmiş olacaq. Baxın bu hissəyə baxıram. X-in 11/8-i bərabərdir 56-ya. İndi gəlin buradan həll eləyək x-i tapaq. X bərabərdir nəyə? Tənasüb kimi yenə həll eləyək. Bayaq nə dedim sizə? X-in yanındakı nədir? Burada 8. 8 düşür məxrəcə. Qalan nə varsa çıxır surətə. 11 vurulsun 56. İxtisar 7 burada qaldı 7. X bərabərdir 77-yə. Deməli, ümumi yolumuzun uzunluğu 77 imiş. Bunu silin, biraz yerimiz açılsın. Ümumi yolumuzun uzunluğu olduğu uşaqlar 77. Bura 77-dirsə, bizdən də bunu istəyir. 77-nin 11/3 hissəsini. Çünki deyir ki, neçə kilometr yol gedib. Vururam 11/3-ə. İxtisar apardım. 7, 7 dəfə 3, 21. Deməli, 21 kilometrini gedib, 56 kilometri qalıb. Cavab oldu 21. Yol getmişdir, soruşur. Baxın, burada yəqin ümumi yol soruşur. Sualı səhv qoyublar uşaqlar. Burada neçə kilometr yol getmişdir olsa cavab 21 olmalıdır. Yolun uzunluğunu soruşursa cavab C olmalıdır. Və ya neçə kilometr getməlidir olsa cavab 56 olmalıdır. Nəysə, silirəm bunu, keçirik 15-ə. 15. Cavab 21 olmaq üçün 77-ni götürdük. 15-də nə deyir? 21 vurulsun 48 bölünsün. Neçədir bu? 18 vuraq 16, 11 vuraq 16. Burada 16-nı gəlin ortaq vuruq kimi çıxaraq nə qalır? 18 çıxılsın 11 bərabərdir. 21 vuraq 48 bölünsün 16 vurulsun 7. 48-ə 16 ixtisar apardım. Burada 1, burada 3. 7-ni 21 apardım. Burada 1, burada 3 bərabərdir. 9-dır bəndi. Sonra keçdim 16-ya. Tənasibi həll edin. Çevirirəm uşaqlar, tənasibi həll etmək üçün çevirirəm bunları nəyə? Düzgün olmayan kəsirlərə. 2-də 7 bölək x bərabərdir. Burada yəqin ortaya bölmə qoymaq istəyiblər. 4-də 5 bölünsün 4-də 15. Yəqin ki, belə yazmaq istəyiblər uşaqlar. Yenə kənar hədlərinin hasili ortadakıların hasilinə bərabərdir. 2-də 7 vurulsun 4-də 15 bərabərdir. X vurulsun 4-də 5. İxtisarım varsa aparıram. İxtisarım yoxdur. Gəlin indi yazaq. X-in yanında deməli. Çarpaz bunu vura batacaq uşaqlar. 7 vuraq 15 vuraq 4. Çarpaz vurdum bu şəkildə. Bərabərdir. X vuraq 5 vuraq 4 vuraq 2. İndi yazıram uşaqlar. X bərabərdir. 7 vuraq 4 vuraq 15. Vurmuram ki, ixtisar eləyəcəm. Ona görə əvvəlcədən bir də əziyyət çəkməyim. Vuraq 4 vuraq 2. Neynədim? Yanındakiləri saldım aşağı. Baxın, sizə aydın olsun deyə bu şəkildə yazdım. Birbaşa yazmadım. Yanındakilər düşdü aşağı. Qalan nə varsa qalxdı yuxarı. İxtisar aparıram. 4-lər gedir. Sonra 15-i 5-ə böləndə burada qaldı 3. Cavab oldu 21 bölünsün 2. Bu da bərabərdir 10 tam 10-da. Burası çalışmadı. Bir dəqiqə. Bunu biraz balacaladım. Bu da oldu 10 tam 10-da 5 cavabımız. Sonra keçək. Bunun cavabı yoxdur. Açıq sual. Bəlkə də bunun uşaqları davamı var, bilmirəm. Yəni PDF-dəki bu şəkildədir. Keçək 17-yə. Yəni orada bir rəqəm də olsa artıq bilirik ki, tənasibi necə həll edirik. Əsas orada yolunu bilək. Keçirik 17-yə. 17-də deyir uşaqlar, hesablayın. 1,7-dir 2. Bir də uşaqlar diqqətli olun, kitabçaları, cavab kartlarını işarələyəndə sadə qələmlə işarələməyin, göy qələmlərlə istifadə edin, işarələyin, kənara qəti şəkildə çıxmayın, iç hissəsini çox bəş basmayın, vərəqçılar çox boşda yazmayın. Yəni bu xana sizə verilirsə, götürüb bunu belə-belə eləməyin. Bu düzgün cavab sayılmır. Və için tam belə möhkəm qələmlə basıb içini deşməyin.
Amma içini də tam da doldurmalısınız. Bu xana verilibsə, bunun içi tam şəkildə dolmalıdır ki, onu kompüter yoxlayır. Yəni bir-bir əllə yoxlamırlar. Bu şəkildə tam doldurmalısınız içinə ki, kompüter onu oxuya bilsin. Doldurmasanız ya götürüb belə-belə kənara çıxsaz, o səhv sayılır. İndi hesablayaq. Bunları ortaq məxrəcə gətiririk. Məxrəc 21 olmalıdır. Bunu vururam 3-ə, yazıram 1 tam 21-də 6 üstə gələk. Sonra 3 tam 21-də 4 bərabər də əvvəlcə bu hissəni hesablayıram uşaqlar. Nə eləyir? 4 tam 21-də 10. Bu belə. İndi bunu çevirirəm düzgün olmayan kəsrə. 21-də biraz yuxarıdan yazım. 21-də 21-i 4-ə vuranda 84, 94. Vuraq 94-də 21, çıxaq 16-da 3. İxtisar getdi, qaldı burada 1, 1, 1, 1. Da bərabərdir. 1 çıxılsın 16-da 3. Aha, 1 nə deməkdir uşaqlar? 1-in yerinə istədiyimiz eyni ədədi yaza bilərik. Surət kimi 2 dənə eyni. Misal üçün 16-da 16, 9-da 9, 100-də 100, 1000-də 1000 və s. Ürəyiniz nə istəyir? İndi mənim burada məxrəcim 16 olduğuna görə mənim ürəyim istəyir ki, 16-da 16 yazım. Çıxılsın 16-da 3. Bu da elədi 16-da 13. Cavab oldu 16-da 13. Aha, sonra deyir əməli yerinə yetirin. 18. 0 tam 10-da 3, üstə gələk 8-də 3. Buna gerisi var, yox. Yazıram uşaqlar 10-da 3, üstə gələk. Elə bil bayaq bunu yazmışdıq 8-də 3. Ortaq məxrəc 40-da. Bunu 5-ə vururam, bunu 4-ə. Bərabərdir 40-da 12, üstə gələk 40-da 15 bərabərdir 40-da 27. Bu da oldu bizim cavabımız. Sonra keçirəm 19-a. 19-da deyir ki, verilmiş ədədlərdən qarşılıqlı tərs olanı seçin. Qarşılıqlı tərsində uşaqlar hasili 1-ə bərabər olsun. Bunu 18-də 1-i verib, digərini çevirirəm. 1,8-də çevirdim. Nə oldu? 10-da 18. 10-da 18 ilə bu eyni deyil. Deməli, bu səhvdir. 4,10-da 5 nə deməkdir? 10-da 45 və 9-da 2. Bunu ixtisar aparıram 5-ə. Burada qalır 9, burada qalır 2. Gördünüz uşaqlar? 9-da 2-də 9, vuraq 9-da 2. İxtisar 7 bərabərdir 1. Qarşılıqlı tərs ədədlərin hasili mütləq 1 olmalıdır. Cavab oldu bu bəndə. Sonra keçirəm 20-yə. Hesablayın deyir. Aha, bu da bayaq yazmışdıq bu sualı. Buralarda bir yerdə idi. 1,4-də 3 olan. Deyir, bu sualın eynisidir. Səhvən gətirib 20-yə yazıblar. Bu da belə uşaqlar. Bu da bunu təkrardan yazmıram. Hər birinizə monitorinqlərdə uğurlar arzulayıram. Kanalıma abunə olmağı, videolarımı bəyənməyi unutmayın və hər hansı bir sualınız olarsa şərh bölməsində qeyd edin. Hər hansı bir təklifiniz və yaxud hər hansı bir dərslə bağlı çətinliyiniz olarsa, zəhmət olmasa şərhlərdə yazın, mənə bildirin. Sağ olun, salamat qalın. Gələn dərslərdə görüşənə qədər.